Demək, uşaqlar, bir dənə bura diqqət eləyin. Testdə sizi çaşdıracaq məqamlar belə deyim. Baxın, sulanmaq sözünə baxın. Tərkibinə görə təhlil, sözün tərkibinə görə təhlil. Bax, bu mövzuda. Testin şərtinə diqqət eləyin, mütləq şəkildə. Baxın, görün, testin şərtində sizdən nə istəyir? Məsələn, tutaq ki, bu sözü verir və səndən soruşur. Sulanmaq sözünün, səsim batıq sonuncu dərsdə, sulanmaq sözünün biri var soruşur, kökü hansı nitq hissəsidir? Biri də var soruşur, sulanmaq sözü hansı sözdən yaranıb, hansı sözdən düzəlib? Bunlar fərqli-fərqli suallardır. Baxın, sulanmaq sözünü gəlin təhlil edək. Sulanmaq sözünün kökü su, isimdir. Su ismindən sulamaq-nın üstünü örtülür. Dilimizdə sulamaq sözü varmı? Bəli, var. Demək, onda burada iki şəkil çıxar. Lan şəkilsi parçalanır. Burada iki şəkil çıxar. Sulamaq feil düzəltdim. Sulamaq feilindən sulanmaq feili düzəltdim. Məlk bilirsiniz ki, məsdər şəkilçisidir, qrammatikdir. Sözün başlanğıc forması sulan. Bura kimi gəlir. Əgər məndən testdə soruşursa ki, sulanmaq sözünün kökü hansı nitq hissəsidir? Kökünü soruşursa deyirəm isim. Kökü su sözü isimdir. Əgər şərtində kökün adını çəkmir, sualı belə qoyursa, sulanmaq sözü hansı nitq hissəsindən yaranıb və ya hansı sözdən düzəlib, bunu desək, axırıncı, sonuncu leksik şəkilçinin hansı nitq hissəsini artırmışsansa, onu götürürsən. Məsələ burasındadır ki, məntiqlə mən su ismindən sulamaq feili düzəltmişəm. Sulamaq feilindən sulanmaq feili düzəltmişəm. Fikrim çatıra bildimi? Mən sulanmaq feilini su ismindən düzəltmədim. Mən axırıncı n leksik şəkilçisini mən sula feilini artırdım. Su ismini artırmadım. Başqa bir misala diqqət edin. Sözün kökü yaz, feil, yazmaq, feil. Yaz feilindən yazı ismini düzəltdim. Yazı ismindən yazıcı ismi düzəltdim. Diqqət edirsinizmi? Yazıcı sözünün kökü feildir. Amma yazıcı sözü feildən düzəlmir. Yazıcı sözü isimdən düzəlir. Cümləni belə qururam. Bu söz haqqındakı düzgün fikir nə götürür? Deyirəm, yazıcı sözünün kökü feil olsa da yazıcı sözü feildən düzəlmir. Yazıcı sözü yazı ismindən düzəlir. Sonuncu, bax, mən yazıcı sözünü almaq üçün hansı şəkilçidən istifadə etdim? Çır şəkilçisindən. Bu çır şəkilçisini mən birbaşa yaz feilini artırmadım. Onda gərək belə olardı. Yaz, çır, belə olardı. Mən çını feili artırmadım. Mən çını yazı ismini artırdım. Yazıcı ismini yazı ismindən düzəltdim. Əgər məndən sözün kökünü istəsə, mən bura baxıb cavab verirəm. Yazıcı sözünün kökü feildir, yaz feilidir. Amma kökünü istəməsə, yazıcı sözü hansı sözdən düzəlib deyə soruşsa, sonuncu leksik şəkilçi çını mən yazı ismini artırdım. Bu sözü yazı ismindən düzəltdim. Bax, buna fikir verin. Sonra buna baxırıq, yazıcılarımız. Videoda baxım görüm, o söz tam şəkildə düşürmü? Bir dəqiqə. Aha, düşür. Düşür. İndi bura baxıq. Başqa bir sual. Yəni, uşağın ən çox səhv elədiyi test, bir də budur. Testin şərti, düzgün anlamır. Məsələn, sözün kökü yaz. Yazı, isim düzəltdim. Yazıcı, yenə isim düzəltdim.
Larlər harda görsəniz bilin ki, qrammatik şəkilçidir. Yəni bu homonimliyi yoxdur. Larlər leksik şəkilçi kimi işləmir. Həmişə qrammatik. Şəxs şəkilçisi kimi, cəm şəkilçisi kimi həmişə qrammatik. Bir də ımız, bizim yazıçılarımız mənsubiyyətdir. İndi şəkilçiləri rəqəmləyirəm. 1, 2, 3, 4. Və şərtini, bu testin şərtini belə qoyuram. Bu şəkildə vermişəm sözü və şərtini belə qoyuram. Deyirəm ki, üzərinə rəqəm yazılmış şəkilçilər. Üzərinə rəqəm yazılmış şəkilçilərdən hansılar sözün quruluşuna təsir etmir? Sualı təkrar edirəm. Üzərinə rəqəm yazılmış şəkilçilərdən hansılar sözün quruluşuna təsir etmir? Quruluş deyərkən söz quruluş ki, 3 yerə bölünürdü. Sadə düzəltmə mürəkkəb. Hazırda mənim sözün quruluşu düzəltmədir. Çünki leksik şəkilçi ilə yaranıb. Bunu morfoloji üsul deyirik. Morfoloji üsulla yaranıb, şəkilçi ilə. Baxaq, mən bir şəkilçiləri silə-silə gəlirəm. Adətən uşaqlar belə götürürlər. Cavab götürür 3-4. Hə, niyə belə götürürsən? Müəllim, qrammatik şəkilçidir də. Qrammatik şəkilçi yeni mənalı söz düzəltmir axı. Qrammatik şəkilçidir, o yüzden cavab 3-4. 3-4 düzdür. Qrammatik şəkilçi yeni mənalı söz yaratmır. Mən səndən razıyam. Amma sən burada 2-ni də götürməliydin. Cavab 2-3-4'dür. Niyə? Niyə? Mən silə-silə şəkilçilərə gələndə sizə tam aydın olacaq niyəsi. Bu söz yazıçılarımız sözü quruluşu düzəltmədir. Deyil mi? Imızı sildi. Yazıçılar sözü yenə düzəltmədi. Ları sildi. Yazıcı sözü yenə düzəltmədi. İndi leksik şəkilçini silirəm. Diqqət. Çı şəkilçisinin sözdür. Yazı sözü yenə düzəltmədi. Yenə düzəltmədi. Demək, o ikinci yazdığım çı leksik şəkilçisi də sözün quruluşuna təsir etməyib. Yəni, o çı şəkilçisi burada olsa da bu söz düzəltmədi, olmasa da düzəltmədi. İndi o şəkilçisini silirəm. Söz indi oldu sadə söz. Fikir verirsiniz? Söz indi oldu sadə söz. Yaz, sadə. Baxın, kökə artırılan ilk leksik şəkilçi Türk demiş, bunu zaten düzəltməklədir. Bu söz onsuz da düzəltmədir. Düzəltmə. İndən belə 2 yox, 1 yox. Mən bura 10 dənə də leksik şəkilçi düzsə, misal üçün də 10 dənə leksik şəkilçi düzsəm, bunun bir önəmi yoxdur. Bu birinci leksik şəkilçi artıq onu düzəltmə elədi. Bunlar burada olsa nə faydası, olmasa nə faydası. Bunu silərsən söz sadədir. Bunu qoydum söz düzəltmədir. Bunların artıq heç bir önəmi yoxdur. O söz onsuz da düzəltmədir. Yəqin ki, fikrimi tam çatdırmadım. Kimə nə aydın olmasın? Mesaj bölməsinə yazsın. Bu arada səhifəni takip eləməyi də, yəni bəyənməyi, izləməyi, takip türkçə, izləməyi unutmayın.